Opera studiyasının hal-hazırda qarşısındayıq biz. Tam onun yanında, arxasında Bakı Musiqi Akademiyası, yəni konservatoriya kimi tanıdığımız Bakı Musiqi Akademiyası yerləşir. Həmin bina da yenə Stalin dövrünə xarakterik binadır. Bina modernist bir memarlıqda layihələndirilmişdir, yenə Mikayıl Hüseynov tərəfindən. Binanın biz köhnə fotolarını təqdim edərik. İstər interyerində, istər fasadında təbii materiallardan istifadə olmaqla yanaşı biz həmişə qeyd etdiyimiz bina ilə kontaktda ola bilirdik. Və bu binanın birinci mərtəbəsində də çox geniş arkalarla pasaj düşünmüşdü Mikayıl Hüseynov. Yəni bu binada yenə də modernist bir bina olsa da Bakıya məxsusluğu özündə göstərirdi, Bakıya məxsusluğu bildirirdi. Amma təəssüf ki, bina 2000-ci illərin əvvəllərində, təxminən 2008-2009-cu illərdə xatırladığım qədər bərpa yox, buna Euro təmir adı vermək olar. Binanın bütün özünə məxsusluğu, xarakteri yox oldu və onu belə bir Ali Capone, yəni heç bir bizə emosiya bəxş etməyən belə bir fasadla əvəzləndi və bina təmir olunarkən binanın o özünə məxsus xarakterik pasajları da ləğv olundu.